Salam Mehman, nətərsən bala? Baxıram, neçə gündür haykü qaldırıbsan ki, tarix yazırsan, nə bilim, qəhrəmanlıq eləyirsən. O dostlarından biri də yazıb ki, Mehman Hüseynov dünyanı silkələdi. Sən oradan yazırsan ki, ölkəni silkələmişəm filan besməkən. Nə məsələ da bala? Nəylə silkələyibsən bu ölkəni? Ortaya nə qoyubsan ki, Alyona Aliyeva yeniyetmə gənclik sahalarında sosial şəbəkələrdə paylaşdığı şəkilləri tərdən götürüb dərc eləyibsən də, nə eləyibsən ki? Bir daha deyiləm, sosial şəbəkələrdə insan öz əli ilə paylaşdığı şəkilləri tərzdən təqdim eləyirsən. O şəkilləri ki, ona yüzlər, minlər yox, 10 min, 100 minlərlə insan baxıbdır. Burada qeyri-adi nə var ki, nə tapıbsan, nə çəkibsən, neyniyibsən ki, ortaya nə qeyri-adi bir şey qoyubsan ki. Ay balam, sənin özünün 100 dənə o zamanlıq şəkillərin var da, şortiklər, tursiklər, nə bilim, qız kasiskasında filan da. Kimdə olmayıb ki, o zamanlıq gənclik şəkilləri və əhalinin 90%, 99% ailə həyatı qurandan sonra o bir çox şəkilləri sosial şəbəkədə yığışdırır. Burada nə var ki, nə qəhrəmanlıq eləyibsən? Adamın diplomudur, nə bilim, metrikasını göstərsən ki, bunun familiyası Qançarovadır. Alyona'nın familiyası Məmməd Əliyev olmalıydı, Hüseyn Əliyev olmalıydı. Nə olmalıydı ki? Burada nə var ki, özündən nə qəhrəmanlıq düzəldirsən, ha Mehman? Ona görə sözümü çox uzatmıram. Sənə çoxlu suallarım var, ha Mehman? Gəl, səni dəvət edirəm efirimə, canlı yayma. Sən dəvət elə, YouTube'da, TikTok'da, harada istəyirsən, çıxar üzbəüz, kişisənsə, belə qəhrəmansansa, belə ləyaqətli, əqidəli adamsansa, cəsarətli adamsan, çıx efirə, üzbəüz, söhürsüz, təhqirsiz söhbət eləyək. Suallarıma cavab ver. Kənar heç bir sual verməyəcəm, ha. Ancaq yazdıqlarım və dediklərinlə bağlı. Vəssalam, gəl otur, suallarıma cavab ver. Niyə Sevinç Osman qızına, nə bilim, Məhəmmədə, obisine ancaq müsahibə verirsən? Belə qəhrəmansan, gəl otur, mənlə üzbəüz, söhbət eləyək, suallarıma cavab ver. Və yeri gəlmişkən deyim ki, sənin o cəbhən olan o jurnalistləri, blogerlərin hamısı ilə ilk ünsiyyədə çıxan jurnalist mən olmuşam. Nə bilim, 5 il, 10 il əvvəl idi. Məhəmməd Mirzəli də sənə kimi Parijə qasanda təzə tualetə, nə bilim, küçüyə şəkillər yapışdırıb, deyirdi ki, bu qəhrəmandır, ölkəni silkələdi, dünyanı dağıtdı. Zəng elədin Məhəmmədə ki, və deyirdi ki, heç kəs qabağıma çıxa bilməz, heç kəs mənlə danışa bilməz filan. Zəng elədin Məhəmməd bəy, mən sizdən üzbəüz gəlmək istəyirəm. Mən sizi dəvət edirəm, gəlin canlı yayma. Çox dedi, çox gözəl bəy. Axşam zəngləşək, çox canlı yayma. Bir saat keçməmişdi, zəng elədi ki, bəs mən tək yox, onlar Tural Sadıqlı da məndən çıxsın. Dedim, olsun, gəlin. Üstündən bir saat da keçdi, zəng elədi ki, bəs Niyaməddin Orduxanlı da istəyir bizdən çıxa, onlar üçümüz gələk. Dedim, əksində, qarğa bazarında devilməyək də, üçlər dalaşmağa gəlirik, vuruşmağa gəlirik. Niyaməddin istəyər, sonra Niyaməddinlə də çıxaraq. Nəsə gəldilər, bütün suallarına da cavab verdim, yerlərində də otuzdurdum onları və iş o yerə satdı ki, sən mən Niyaməddin də gəlib qıraqda gizlincə oturub boş, əsəbləri dözmədi, girdi efirə, başladı məni sövməyə, həm prezidenti sövməyə, xalqı sövməyə bulana. Və sonra da bəhanələrdəki biz mitingə gedirik, üzrü say çıxdılar, getdilər. Yeri gəlmişkən, qardaşın Emin Hüseynov'dan Meydan TV'də canlı yayma çıxmışam. Onu da xoruzun qoltuğuna verib yola salmışam. Sonra Aytan xanımdır da deyəsən o Meydan TV'nin aparıcısı. Bir dəfə zəng elədi ki, bəs deyirəm, Qənimət Zahiddən sizi efirə çıxardım. Dedim, Qənimət Zahid cəsarət eləyir məndən efirə çıxmağa, mən böyük məmnuniyyətlə gəlirəm. Dedi, hə, qoy o danışır, deyirəm. Zəng elədi ki, hə, bəs Qənimət bəy razılıq verdi. Axşam efirə yarım saat qalmış, həmən Qənimət Zahid zəng elib dedi ki, mən efirə çıxmıram və aradan çıxdı. Amma Mehman Hüseynov, sən belə biraz cəsarətli oğlan oxşuyursan, ağzından qodalov yağır. Gəl də qardaş, gəl oturaq, canlı efirdə suallara cavab ver. Təkcə gələk, mən də tək gələm, bir dənə qələmim, bir dənə də kağızım qeyd üçün. Sən də təkcə gəl, nə qulaqsız taxaq. O komment bölməsini də söndürək ki, orada söyüş yazır, təhqir yazır, tərif yazanlar fikrimizi dağıtmasın. Lazımca axırda açarıq, hər tərəfdən 3 dənə, 5 dənə sual, orada bizi izləyənlərin suallarına da cavab verərik. Ona görə Mehman, bax kişiliyin, qeyrətin, namusun, ləyaqətin varsa, çağırıram səni canlı efirə. Hava, harada deyirsən, Messengerim, Facebook'da dostluğumda varsan deyəsən. Messenger'ı yaz, şəxsimə yaz, hara yazırsan yaz. Vaxtını yerində, kişi sənsə ləyaqətin varsa, sıx məndən canlı efirə, gözləyirəm səni, oğlum.